Necə ki, Həşr surəsi 6 nə deyir onlar haqqında? Deyir ki, iman gətirəndə Allahdan qorxun. وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللّٰهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ اُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ. Deyir, Allahdan qorxun, Allahı unudub, Allahın da onları öz nəfslərini unutturduğu kəslər kimi olmayın. Onlar fasik kimsələrdir. Nə deməkdir? Öz nəfslərinə unutturduqlar. Yəni, Allah Teala onlara nəfslərdən nə xeyirlidirsə və nə zərərlidirsə onları unutturur. Nədir insanın nəfsdən xeyirli olan? İtaətlər və bunun yaxşı aqibəti olan cənnət nemətlər, düzdürmü? Nədir zərərli olan şeylər? Asiliklər və bunun pis aqibəti olan cəhənnəm odur. Bunu unutturur insana. O insana ki, Allahı unudub, Allah ona da bunu unutturur. Allah tanımırsa, Allah unudubsa, Allah ibadət eləmirsə, qardaş, Allah Teala onu özündən uzaqlaşdırıb. Onun nəfsindən xeyirli, zərərli olan şeylər unutturub. Bilmir nəyin dalınca geçsin. Səmərəsiz bir həyat yaşayır. Qəflətdə olduğuna görə, Allah unutduğuna görə. Allah bu haldan qorusun. Ona görə hər bir insan gerək, qardaş, mütəmadi olaraq öz nəfsini hesaba çəksin. Ya Rab, məni bağışla, mənə yardım et, məni müvəffəq et, müqəssirəm, məni düzəl, acizəm, zəifə məni qüvvətləndir. Daima bu duaları eləmək lazım, insan özündə gərək bu duaları eləsin. Özünə arxayın olmasın. 5 vaxt namaz qılıram, nə bilim, vaxtaşarı məclisə gedirəm, vaxtaşarı dərslərə gedirəm, dindirəm. Vallahi arxanlaşmaq lazım deyil, hər hansı bir salih əməllərlə. Mömin insan salih əməlləri həmişə arxada görər, önündə ancaq günahlar olar. Önündə günahlarımızı görsək, həmişə tövbəyə tələsəcəyik. Amma insan önündə ancaq salih əməllərini görsə, arxayınlaşacaq. Maşallah, bax, gör, nə qədər salih əməllərim var, gözünün önündədir. Namazlarım, oruclarım, ibadətlərim, dərslərim, nafilələrim, həcc, ümrə və s. və ilaxır, arxayınlaşır. Amma aqil insan həmişə gözünün önündə yalnız günahlarını gətirir. Salih əməllərə belə baxmaz. Filan əməllərim var. Niyə? Arxayınçılıq gəlməsin deyə. İtaat üzərində daim olsun deyə, həmişə tövbə üzərində olsun deyə, həmişə gözünün önündə hansı əməlləridir? Günahları.